Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramında mədəni irsin qorunması, milli kimliyin yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində də layihələrin icrası nəzərdə tutulub. Ötən dövrdə bu istiqamətdə müvafiq tədbirlər görülüb və bu işlər hazırda da davam etdirilir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyindən görülən və planlaşdırılan işlər barədə məlumat almışıq, izləyək. Dövlət proqramının 2023-2025-ci illər üzrə təfsilatlı tədbirlər planına əsasən Möminə Xatun türbəsi bərpa olunacaq və ərazi abadlaşdırılacaq. Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 22 may 2025-ci il tarixli Naxçıvan şəhərində yerləşən Möminə Xatun türbəsi dünya əhəmiyyətli tarix memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında sərəncamı imzalanmışdır. Həmin sərəncam icrası ilə əlaqədar olaraq dərhal işlərə başlanılmış, ehtimal olunan qiymət müəyyən olunmuş, bir mənbə metodundan istifadə etməklə satılmanın həyata keçirilməsi üçün müvafiq quruma müraciət edilmişdir. Həmin qurumdan cavab alındıqdan sonra 16 iyun 2025-ci il tarixdə Avstriya Respublikasının Atelier Erik Palmer şirkəti ilə Möminə Xatun türbəsinin bərpası və konservasiyası ilə bağlı müqavilə imzalanmışdır. İnvestisiya layihələrinin icra vəziyyəti ilə bağlı olaraq Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən bir sıra istiqamətdə müvafiq işlər görülüb. Belə ki, Cəlil Məmmədquluzadə adlanan Naxçıvan Dövlət Milli Dram Teatrı və Kəncəli rayon Mədəniyyət Sarayının binasının təmiri ilə bağlı BUTA 2014 MMC şirkəti ilə 13 dekabr 2024-cü il tarixdə müqavilə imzalanmışdır. Həmin müqavilə uyğun olaraq hər iki binanın dam örtüyü yenilənmiş, həmçinin binaların interyerində müəyyən təmir işləri aparılmışdır. Həsən Məmmədov, Samir Mehdiyev, NTV Xəbər.